Sözlənən, sözdən səs gəlir. Sözlənən layihəsinin bu dəfəki buraxılışında Azərbaycan Xalq Cümhuriyyətinin necə tanıdılması haqqında sənə danışıram. Cümhuriyyətin tanıdılmasında Əlimərdan bəy Topçubaşov və adı çəkiləcək digər yoldaşlarının əvəzsiz xidməti olub. Buraxılışın yazılı mətni müəllifi Dilqə Məhəmməd olan Fərqlilər kitabından götürülüb. Kitab 2018-ci ildə Tias Press nəşriyyat evində nəşr olunub. Kitabda Azərbaycan Cümhuriyyətinin liderləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, siyasət və ədəbiyyat dünyasında fərqlənən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas Yıldırım, Əhməd Cəfəroğlu kimi klassiklərimizə aid araşdırmalar, nadir fotolar, əlyazmalar, maraqlı məlumatlar verilib. Əlimərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktublar Azərbaycan Cümhuriyyətinin tarixi üçün mühüm sənəddir. Bu məktublarda Azərbaycan nümayəndə heyəti sədrinin Cümhuriyyətin tanıtdırılması üçün hansı cəfaları çəkdiyini görürük. Birinci Dünya Savaşı bitib. Yeganə dəstəkçimiz Osmanlı məğlub olub. Çar Rusiyasında inqilab baş verib. Bu zaman Parisdə isə qaliblər dünya xəritəsini yenidən cızırdı. 1919-cu ildə Azərbaycan nümayəndə heyəti Parisə yola düşür. Heyətin rəhbəri parlamentin sədri Əlimərdan bəy Topçubaşov olur. Topçubaşov 1863-cü ildə Tiflisdə doğulub. Peterburq Universitetində hüquq fakültəsini bitirib. 1897-ci ildə Kaspia qəzetində redaktorluq fəaliyyətinə başlayıb. 1906-cı ildə Bakı quberniyasından Rusiya 1-ci Dövlət Dumasına deputat seçilib. Cümhuriyyət dönəmində Topçubaşov siyasi səhnədə mühüm yer tutur. O 1918-ci il iyunun 17-sində Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumətdə portfelsiz nazir təyin olunub. Həmin il avqustun 22-sində isə Azərbaycanın fövqəladə və səlahiyyətli naziri kimi İstanbula göndərilib. 1918-ci il dekabrın 7-sində fəaliyyətə başlayan Azərbaycan parlamenti onu qiyabi surətdə öz sədri seçib. Dekabrın 28-də isə Versal Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbər təyin edib. Topçubaşovu bu vəzifəsində dönəmin bir neçə tanınmış ictimai-siyasi xadimi də müşayiət edirdi. Sədrin müavini Məhəmməd Həsən Hacınski idi. Digər heyət üzvləri isə Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağaoğlu idi. Məsləhətçi qismində Ceyhun Hacıbəyli, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev təmsil olunurdu. Bundan başqa nümayəndə heyətinin tərkibinə əməkdaşlar Əli bəy Hüseynzadə, Marçevski, katiblər Səffət Məlikzadə və Ələkbər bəy Topçubaşov, tərcüməçilər Qafarov fransız dili, Qafarova ingilis dili, Məmmədov fransız və türk dilləri daxil idilər. Rəşid bəy Topçubaşov sədrin şəxsi katibi vəzifəsini yerinə yetirirdi. Parisdən göndərilən raportların bir çoxu Səffət bəyin qələmindən çıxıb. Səffət Məlikzadə Həsən bəy Zərdabinin oğlu idi. Beləliklə, nümayəndə heyəti 1919-cu il yanvarın 20-sində İstanbula çatır. Buradan Parisə yola düşmək üçün danışıqlar aparılır. Lakin nümayəndə heyətinin bir üzvü problemə çevrilmişdi. Bu, Əhməd Ağaoğlu idi. Nümayəndə heyətinin sədri kimi ilk gündən hökuməti məlumatlandıran Topçubaşov yazır ki, İngilislər və fransızlar heyətin tərkibində Əhməd bəy Ağaoğlunun olmasını irad tuturlar. Hətta Renesans adlı fransız dilli erməni qəzeti onun əleyhinə amansız kampaniya başlayır. Qəzet onu ittihadçıların lideri, Türk parlamentində və mətbuatında ittihadçıların qızğın təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verir. İttihad və Tərəqqi Partiyasının, xüsusən də Tələt Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılır. Onun haqqında təhqiqat başlanıb. 2 dəfə məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki, Azərbaycan nümayəndə heyəti Əhməd bəy Ağaoğlunu özü ilə aparmamalıdır. Mənim onun əslən Qarabağdan olması, Azərbaycan parlamentinə üzv seçilməsi, nümayəndə heyəti üçün son dərəcə zəruri adam hesab edilməsi ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General Thomson tərəfindən Əhməd bəy Ağaoğluya verilən zəmanət məktubu da heç bir rol oynamadı.
İstanbulda qaldığı müddətdə Parisdən xəbər gözləyən nümayəndə heyəti konfrans öncəsi durumu dəqiq müşahidə edir. Məktublardan aydın olur ki, müttəfiqlərin nümayəndə heyətini Parisə qəbul etməməsinin əsas səbəbi konfransda ümumi bir Rusiya məsələsinin müzakirə edilməsidir. Qaliblər Çar Rusiyasının devrilməsindən sonra yaranan kiçik dövlətləri tanımaq istəmirlər. Bu kiçik dövlətlər üçün Prinkip adasında ayrıca konfrans nəzərdə tutulsa da, az sonra bu məsələ də gündəlikdən çıxarılır. Topçubaşov isə yazır: Finlandiya və Polşa istisna olmaqla yeni yaranmış hökumətlərin müstəqilliyini tanımamaq siyasəti yürüdürlər. Nümayəndə heyətinin bir illik fəaliyyəti müddətində üzləşdiyi əsas problem heyətə ayrılmış vəsaitlə bağlı idi. Müharibə yeni qurtardığı üçün Rus rublunun məzənnəsinin aşağı düşməsi, bahalığın yaranması heyəti çətin vəziyyətə salmışdı. Heyət həm öz xərclərini ödəməli, həm də ki, təbliğat və təşviqat üçün müntəzəm materiallar çap etməli, qəzetlərlə əməkdaşlıq edib Azərbaycanı tanıtmalı idi. Topçubaşov məktublarda dəfələrlə otel xərclərinin artdığını, ingilislər vasitəsilə pul göndərməsini xahiş edir. Bu problemlərin ilk qığılcımı hələ İstanbulda olarkən başlamışdı. Lakin bu xaotik duruma baxmayaraq, onlar Parisə yola düşəcəklərinə ümidli idilər. Nə etmək olar? Xaosun hökm sürdüyü bir şəraitdə qənaət etməklə bağlı bütün arzulara baxmayaraq, xərclər də bu xaosun xarakterinə uyğunlaşır. Düşünürəm ki, hətta xaosla da barışmaq mümkündür. Bir şərtlə ki, həmin xaosdan arzuladığımız dünya yaransın. Elə bir dünya ki, onun uğrunda mübarizədə adam itirdiyi qüvvə və vəsaitə nəinki heyfslənir, hətta özünü tamamilə qurban vermək istəyir. Hətta onlar Parisdə olarkən pul üçün Nobelə də müraciət edirlər. Bu kədərli aqibətdən çıxış yolu tapmaq üçün mən hətta Nobelə müraciət etdim. Lakin Nobelin dediyinə görə indi onların nə kredit, nə də nağd pul vermək imkanları yoxdur. Doğrudur, tamamilə boyun qaçırmadı, amma fikirləşmək üçün vaxt istədi ki, işə kömək etsin. Onun kiçik qardaşı artıq gedib. Özü də İsveçə yola düşməyə hazırlaşır. Ümumiyyətlə, özünü bizə borclu saydığını etiraf etməsinə baxmayaraq, İndi bir çox səbəblərə görə Nobelə o qədər də ümid bağlamağa əsas yoxdur. Nəhayət, müttəfiq dövlətlərlə uzun yazışmalar öz bəhrəsini verir. Aprel ayının 22-sində heyət İstanbuldan Parisə yola düşür. Mayın 7-sində Fransanın paytaxtına çatır. Hələ İstanbulda olarkən vəzifəsinin icrasına başlayan Topçubaşovu ağır danışıqlar gözləyirdi. Çünki müttəfiq dövlətlər Azərbaycanın Rusiyadan ayrılmasını istəmirdilər. Topçubaşov isə Azərbaycanı ruslardan qorumaq üçün imkan düşən bütün kiçik və böyük dövlətlərin nümayəndələri ilə görüş keçirir. Nəhayət, onlar prosesin əsas qəhrəmanı olan ABŞ prezidenti Woodrow Wilsonla da görüşə bilirlər. Nümayəndə heyəti Wilsona bu müraciət edir. Qüdrətli Amerikanın nümayəndəsi kimi sizə müraciətlə xahiş edirik, cənab prezident. Bizim ölkəmiz, xalqımız, eləcə də özümüz haqqında məlumatları bizdən eşidəsiz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatlar verilməsinin şahidi oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar. Birinci dəfədir ki, Avropadayıq. Lakin sizə əmin edirik ki, konfrans bizi dinləyəcək və biz millətlər cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakı, nə Denikini, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq. Lakin ABŞ prezidentinin başqa təklifi var idi. Onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər. Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxarıqsa, bu bizim üçün daha yaxşı olar. Bu, Konfederasiya Millətlər Liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsi altında ola bilərdi. Bizim məsələmiz Rus məsələsindən əvvəl həll edilə bilməz. Görüşdə Topçubaşov hətta Azərbaycan Cümhuriyyətinin keçmiş Çar Rusiyasının borclarından öz payına düşən hissəni qaytarmağa hazır olduğunu da bəyan edir. Nümayəndə heyətinin əsas çətinliklərindən biri də Bakıdan məlumat ala bilməmələri idi. Topçubaşov tez-tez həm hökumət daxilindəki dəyişikliklər, həm də bölgədəki durumla bağlı onların məlumatlandırılmasını istəyir. Çünki erməni nümayəndələr daha çox məlumat əldə edə bilirdilər. Topçubaşov yazır ki, müttəfiqlər ermənilərlə sülh şəraitində yaşamağı məsləhət görür. Erməni ziyalılarının Avropa mərkəzlərində yarım əsrdən çox davam edən fəaliyyəti
Onların hər yerdə malik olduğu böyük sərvət, bütün cəbhələrdə iş görmək bacarığı, adlı-sanlı şəxsləri öz tərəflərinə çəkmək məharəti onlara rəğbətli münasibəti formalaşdırıb. Dünyanın xəritəsi yenidən cızıldığına görə nümayəndə heyəti ölkəni tanıtmaq üçün yerli və xarici nəşrlərlə əlaqəyə girir. Özləri ayrıca broşürlər çap edir. Ayda bir dəfə çıxan Limaj jurnalının nəşri ilə razılıq əldə etmişik. Biz həmin jurnalın noyabr nömrəsinin Azərbaycana həsr olunmasını istəyirdik. Lakin fotoşəkillər, açıqçalar və s. baxımından əlimizin altındakı materialı gözdən keçirəndə, jurnalın illüstrasiya nöqteyi nəzərindən çox solğun görünəcəyi qənaətinə gəldi. Xüsusilə ordumuza dair fotoşəkillərin olmaması özünü daha kəskin şəkildə biruzə verir. Bizdə General Mehmandarovun bir dənə də olsun şəkli yoxdur. Topçubaşov göndərdiyi növbəti məktublarının birində yazır. Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri bir dövlət kimi faktik mövcud olduğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, Azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Topçubaşov imperialistlərin məqsədini anlamışdı. Müttəfiqlər keçmiş imperiyadan ayrılan dövlətlərin öz mövcudluğunu saxlamasına inanmadığı üçün onları tanımaq istəmir. Ona görə də Topçubaşov hökumətə yazır ki, Azərbaycan yalnız öz daxili həyatını nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkar edilməz bir fakt kimi tanınmış olacaqdır. Nəhayət, Topçubaşovun ruslara qarşı mübarizəsi öz bəhrəsini verir. Üstəlik, Qafqazda bolşevik təhlükəsinin güclənməsi Antanta dövlətlərini qəti addım atmağa məcbur edir. 1920-ci il yanvarın 10-da Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırılır. Yanvarın 11-də Versal Ali Şurasının iclasında Britaniyanın Xarici İşlər Naziri Kerzonun təklifi ilə Ali Şura Azərbaycanın müstəqilliyini de facto tanıyır. Yanvarın 15-də Azərbaycan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət edilir. İngilis nümayəndəsi Philip Kerin və İtaliya nümayəndəsi Markiz della Torreta'nın iştirakı ilə Nazirliyin baş katibi Jules Cambon Azərbaycanın Paris Sülh Konfransı tərəfindən de facto tanınması barədə rəsmi qərarı Topçubaşova təqdim edir. Lakin buna baxmayaraq, Avropa dövlətləri bolşeviklərin Azərbaycanı işğal etməsinin qarşısını ala bilmədi. Topçubaşov isə mühacirətdə qalaraq siyasi fəaliyyətini davam etdirdi. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişlər aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffee Al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.